Sürücülərə maraqlı olan məsələlərdən biri də yol nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmaya görə məsuliyyətə cəlb edilib edilməmələri ilə bağlıdır. Qanunvericilikdə 2 hal müəyyən edilmişdir ki, belə olan halda sürücü hadisə yerinə yayınmaya görə məsuliyyətə cəlb edilmir. İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin qeyd hissəsində və Cinayət Məcəlləsinin 264-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, əgər sürücü zərərçəkmiş şəxsə kömək etmə məqsədilə, yəni şəxsin xəstəxanaya çatdırılması və ya digər zəruri tədbirlərin görülməsi məqsədi ilə hadisə yerini tərk edirsə, həm inzibati, həm də cinayət məsuliyyətindən azad edilir. Yəni hadisə yerindən yayınmaya görə nəzərdə tutulmuş məsuliyyətdən azad edilir. Belə olan halda yaxşı olar ki, hadisə yerini tərk etməzdən əvvəl Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə qabaqcadan məlumat verilsin. Digər bir hal ondan ibarətdir ki, yol nəqliyyat hadisəsi baş verib, xəsarət yoxdur və sürücülər arasında təqsirkar şəxsin müəyyən olunmasında mübahisə yoxdur. Yəni bir tərəf səhvini etiraf edir, digər tərəf qəbul edirsə, belə olan halda da hadisə yerinə yayınmaya görə sürücü inzibati məsuliyyətə cəlb edilə bilməz.